Simfonik musiqinin tarixindən danışaq. Simfonik musiqini niyə çox az adam anlayar, ondan zövq ala bilir? Şərqdə muğamı, qərbdə simfonik musiqini yaradan səbəblər eynidir. Desək, sənət tarixi ilə maraqlananlar fikirlərimizi göydə tutacaq. Çünki hər iki musiqinin ilk dinləyicisi göydə idi. Simfonik musiqinin doğum yeri Avropa, atası din, anası kilsə, doğum tarixi isə 17-ci əsrdir. 1453-cü ildə İstanbulu fəth edən 2-ci Mehmet simfonik musiqi ilə ilk dəfə Bizans kilsələrində tanış olmuşdu. Rəvayətə görə Fransa kralı 1-ci Fransisk də Qanuni Süleymana orkestr hədiyyə etmiş, ancaq Qanuni Sultan Süleyman zorba Mehdər musiqisinin ruhuna zərər verəcəyini düşünüb, bu incə musiqini yasaqlayaraq orkestrin bütün alətlərini sındırtdırmışdı. Simfonik musiqi ortaya çıxanda heç bir halda əylənmək üçün deyildi. Başlanğıcda ibadət ayinlərində ifa olunan bu musiqi sonralar intellektual zövq üçün ifa olunmağa başlandı. Yəni, simfonik musiqi başlanğıcda mənəvi, ruhani hadisə idi. Bu musiqi insanla Tanrı arasında ünsiyyətin səslənişi kimi yaranıb, bir növ məbəd musiqisi idi. Simfonik əsəri ifa edən orkestrin ifa zamanı çox zaman tamaşaçılardan gizlədilməsi də bu ilahi ünsiyyətin gizli səs vasitəsilə baş tutmasına işarədir, yəni vəhiyyə. Yəni, simfonik musiqi vəhiyyə, Tanrıdan gələn gizli bilgiyə, gizli səslə cavab verməkdir. Şərqdə Tanrı ilə ünsiyyətin dili muğamdır. Muğam da başlanğıcda vəhiyyə cavabdır. Muğam da, simfonik musiqi də mənşəcə metafizikdir. Durkheim buna görə deyirdi ki, sənət dinin instrumental alt qatıdır. Simfonik musiqi digər sənət növü olan romanla yaşıddır. Orta əsrlərdə Avropada kilsə gücünün karnavallar vasitəsilə ələ salınmasından roman yarandı. Kilsə gücünə sitayişdən isə simfonik musiqi. Romana aid olan sujetlilik, çoxsəslilik, kollektiv iştirak kimi özəlliklər simfonik musiqiyə də aiddir. Məsələn, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığında simfoniyaya xas olan ilahiliklə yanaşı romana xas olan ironiya da vardır. Bu ironiya onun Arşın Malalan, O olmasın, bu olsun əsərləri ilə yüz illərdir ki, insanların üzünü güldürür. Üzeyir Hacıbəyli Xristiyan və İslam mədəniyyətlərinin metafizikasını sintez edərək Azərbaycan simfoniyasını yaratmışdı. Mozart haqqında deyilən bütün böyük bəstəkarlar göy üzünə ucalmaq istəyirlər. Mozart isə özü göydən inib, sözləri də təsadüfi deyil. Bu, simfonik musiqinin göylərə bağlılığını ifadə edir. Simfonik musiqini ifa edən orkestrlər isə daha qədim məbədlərdə yaranmışdı. Qədim Yunanistanda Apollon və Dionis tanrılarına aid ayinlərdə aypara şəkilli düzülən xorun ifa olunuş tərzinə orkestr deyilirdi. Sonda onu deməliyik ki, əgər simfonik musiqidən zövq almaq istəyirsinizsə, ona sizi yerə bağlayan duyğularla qulaq asmayın. Simfonik musiqi sizi göyə bağlayan duyğuların musiqisidir. Yəni, simfonik musiqi eynən muğam kimi insanın geriyə göndərdiyi vəhiydir.